da nə cavab verər? Deyər, bəli, mənim bəndəm. Mən özüm bilə-bilə səni belə bir yerdə yaratdım. Ki, o belə bir yerdə, dedimdə necə yerdir bura. Belə bir yerdə məskunlaşdırdım ki, ancaq mənə könül bağlayasan, mənə könül bağlamaq asan olsun sənə. Deyəsən ki, bunun nəyinə könül bağlayın? Fikir verin fəlsəfiyə. Mən özüm səni belə puç yerdə yaratdım, çətin yerdə. Ki, sən buna könül bağlamıyorsan, bir şey başa düşürsən ki, könül bağlamalı Allah'dır. Mən istəyirəm sənin yeganəm mən olum, bir dənəm mən olum, Allah deyir məndəsin. Bu yeganə olmağımı başa düşməyən üçün, bax, belə bir yerdə yaratmışam sən. Sən bundan ürəyin vursun, bu sənin ürəyin vursun, gəlin mənə bağlanasın, sən ki, təzdən bundan yapışırsan. Axı, dedin də bura belədir, görmürsən bura necə bir yerdir. Könül bağlamalı heç də yoxdur burada. Mən səni belə yerdə yarattım ki, bu dünya sənin gözündən düşsün, mən qalım ancaq. Ki, xoşbəxt olasın. Başa düşürsünüz, mən çox yaxşı sözlər danışdım. İmam Səccadın sözüdür deyə deyirəm.